Deməli, uşaqlar, biz yazılı lövhəmizdə toxunanın tənliyini görürük və bizə belə bir funksiya verib, deyir ki, bizə funksiyanın qrafikinə absisi x0 bərabər 0 olan nöqtədə çəkilən toxunanın tənliyini yazın. Düsturumuzda görürük ki, bir dəfə funksiyanın özündə x-lərin yerinə 0 yazmalıyıq, bir dəfə də törəməni tapıb x-lərin yerinə 0 yazmalıyıq. Birinci f0'ı tapaq, yəni funksiyamızda x-lərin yerinə 0 yazırıq. Bərabər 5 olur. Bir dəfə də funksiyamızın törəməsini tapaq. Bilirik ki, x kvadratın törəməsi 2x, 4x'in törəməsi 4, 5'in törəməsi 0'dır. Törəməni tapdıqdan sonra törəmədə x-lərin yerinə 0 yazırıq. Bərabər olur -4'ə. Toxunanın tənliyini indi yaza bilərik. F0'ın qiymətini tapmışıq 5. Törəmədə qiyməti -4 tapmışıq. X çıx, x0'ın yerinə 0 yazırıq. 5 çıx, 4 vur x. Toxunanın tənliyi tapmış olduq.